Herkese selamlayıram. Bugün sizlere bu möhtəşəm yeməyin reseptini bölüşəcəm. Türk mətbəxindən olan aninazi köftəsini hazırlayıram. Və bildirmək istəyirəm ki, köftələrinin dadına doymayacaqsınız. Həm badımcanı, həm köftələri çox ləzzətli alınır. Bu yeməyin hazırlanması üçün çəkilmiş ətin üzərinə bir soğanı sürtkəcdən keçib tökürəm. Sarımsağınız iridirsə 1 dənə, əgər xırdadırsa 2 dənə istifadə edin. 3 xörək qaşığı unlama suxarisi, 1 çay qaşığı biber pastası və 1 yumurtanı əlavə edib ədviyyatları da töküb qarışdırıram. İstifadə etdiyim ədviyyatları aşağıda açıqlama bölməsində qeyd edəcəm. Köftəni yaxşı yoğurduqdan sonra formanı verib soyuducuda gözlədirəm. Tavayı kərə yağını alıb qızdırdıqdan sonra köftələri bir-bir tavaya düzürəm. Hər tərəfi yaxşı qızardıqdan sonra
Köftələri kənara alıram. Pomidorların qabığını soyub doğrayıram. Və köftələri qızartdığım tavaya biraz kərə yağını alıb pomidorları tökürəm. Pomidor sosunu hazırlayarkən üzərinə sadəcə qırmızı şirin istiyotdan istifadə edirəm. Sosum hazır olduqdan sonra köftələri pomidor sosunun üzərinə töküb bir yerdə bişirirəm. Təxmini 5 dəqiqə bişirməyiniz yetərlidir. Və ən sonda üzərinə göyərtini əlavə etdikdən sonra köftələrim hazırdır. Badımcanların qabığını soyub bir qaba alıram. Videodan da göründüyü kimi mən 5 badımcandan istifadə etmişəm. Badımcanın üzərinə süzməni əlavə edirəm. Sarımsaqlarım kiçik olduğuna görə mən 2 sarımsaqdan istifadə edirəm. Sizdə yenə də böyükdürsə bir dənəsi yetərli olacaq. Üzərinə də zövqə görə duzu əlavə edib qarışdırın.
ve yemeği qaba alıram. İlk önce badımcanla süzməni koyup üzerine de köfteleri ve sosunu döktükten sonra möhtəşəm olur. Bu yemeği mütləq hazırlayın çünkü eminim ki her biriniz çok seveceksiniz. Olsa da yine yesem dediğim yemeklerden biridir. Eğer bu reseptimi beğendiyse kanalıma abone olmayı unutmayın. Abone olun ki növbəti hazırlayacağım yemekleri kaçırtmayasınız. Kanalımda birbirinden lezzetli hazırladığım yemekler var. Keçid edip her birini izleyebilirsiniz. Hazırladığım yemeği beğendiyse videonu beğenmeyi unutmayın. Videonu beğenip dostlarınızla paylaşsanız çok sevinirim. Rey bölmesinde her birinizin güzel reylerini gözləyirəm. Hazırlayacak olan herkese nuş olsun. Videonu sona kadar izlediğiniz için teşekkürler.